Əziz dostlar, tamaşaçılar, hər vaxtınız xeyir olsun. 15 dekabr 2025-ci il sizi Türkiyənin ən gözəl yerlərindən biri olan Antalya Demre Kaleköy'dən salamlayıram. Bəli, bu köy tarixi bir köydür. Bəlkə də Türkiyədə normal yolla gələ bilməyəcəyimiz yeganə köylər, nadir köylərdən biridir ki, bura sadəcə təknə yolu ilə, su yolu ilə gəlmək mümkündür və arxa tərəfdə bir dənə ayaqla gələ biləcəyiniz cığır var. Onu da hər adam gələ bilmir, çətin yoldur. Bəli, deməli mən bu ərazini, bu yerləri hər zaman YouTube'da, videolarda görürdüm. Arzuluyordum ki, bura gəlim. Bura o qədər tarixi, o qədər maraqlı və gözəl bir yerdir ki, adamı valeh eləməməsi mümkün deyil. İstər videolardan, istər canlı olaraq. Mən indi burada canlı baxıram. Bu gözəlliyi sözlə ifadə eləmək doğrudan da qeyri-mümkündür. Əziz dostlar, videom uzun çəkə bilər. Çünki buraları gəzmək istəyirəm, bərabər sizə göstərmək istəyirəm. Uzun çəksə video, inşallah YouTube'dan tam videoya baxa bilərsiniz. Deməli, bu köyün adı Simena Antik kəndi idi. Əski adı, indiki adı isə Kaleköy adlanır. Yuxarısında qala var. Mənim birinci videom o qaladandır. Çünki mən arxa tərəfdən qalxmışdım peşkom yuxarıya. Cığırlarla tarixi Likya yolu var orada. Bura bir Likya mədəniyyətinin təcəssüm etdirən bir yerdir. Sonralar Bizans, Roma İmperatorluğu, Osmanlı İmperatorluğunun da izləri var burada. Və orada 1 kilometr, bəlkə 2 kilometrlik bir yolu mən ayaqla qalxmışam və ilk ora çıxdığıma görə ilk videom qaladan, Simena Kalesindən oldu. Ta o bayraq dirəyinin yanından videolar paylaşdım. Qısa videolarım var və tam videom var. Burada isə ətrafa baxacağıq. Videoma başlamamışdan öncə mən sizə bu təknəni görsədim. Burada Ali abi var. Ali abi sağ olsun mənə çox maraqlı bilgilər verdi bura haqqında. Özü görsənmək istəmir. Yayda bura insan əlindən tərpənmək olmur. Əsasən yerli turizm və Avropalılar da çox gəlir. Bu ərazilərdə insanlar gəlirlər, çimirlər, istirahət edirlər. Ali abi də burada təknə tur işinə baxır. Kimsə yayda bura gəlmək istəsə, əlaqə saxlasın, nömrəsini verərəm. Kömək eləyər. Bu əraziləri yaxşı tanıyır, buralara bələddir. Qarşı tərəfdə, arxa tərəfdə 3 Ağız mahəlləsi var. Orada bir köydür, mahəllədir. Təknələr adətən oradan çıxaraq gəlirlər bu ərazilərə. Yaxtalar, təknələr 3 Ağızdan bura ücretli şəkildə müxtəlif növdə, yəni bir gün də götürə bilərsiniz, bir neçə saat da götürə bilərsiniz, gəlib bu ərazilərə baxacaqsınız. Mən əvvəlcə Kaleköy'ə daxil olmamışdan əvvəl arxa tərəfə nəzərinizə çatdırım. Baxın, arxa tərəflərdə Batıq şəhər deyilən bir yer var. Orada bir, yəni şəhər batıb suyun altında qalıb, təknələrlə oralara gedib göstərirlər insanlara. Amma orada saxlamaq, təknələri üzmək qadağandır, xüsusi icazə olmadan heç kəs orada üzə bilməz, çəkiliş, yəni lövbər sala bilməz. Amma bu ərazilərdə isə sərbəstdir, insanlar gəlirlər və burada istirahət edirlər. Baxın, çoxlu pansiyonlar var. İndi biraz videonu yaxınlaşdırım, sizə görsədim. Pansiyon, yəni qalmağa otel kimi tərzi yerlərdir, kafelər var. Hal-hazırda köy bomboşdur. Demək olar ki, boşdur. Çox az adam gördüm. Qışdır, dekabr ayı. Ümumi əhalisi yayda hardasa 500-600 nəfər olur. Daimi yaşayan. İndi də hardasa dedi ki, Ali abi 100-200 nəfərdən ibarətdir əhalisi. Kafelər, restoranlar çoxsu bağlıdır. Bir dənəsi açıqdır hardasa buralarda. O da deyir bahadır, qiymət yüksəkdir. Yuxarıda bir neçə kafelər var idi. Meyvə şirələri təklif edirdilər. Bəli, tam ətraflı danışıram gördüklərimi, hər şeyi sizə çatdırmaq istəyirəm. Və Kaleköy'ə də oradan da daxil olmadan daha bir maraqlı şeyi sizə göstərəcəm. Baxın, yuxarıda barmağımla göstərdiyim yer bu Türkiyənin ən zəngin ailələrindən olan Rahmi Koç. Onun evidir. Koç Holdingin rəhbəri Rahmi Koçun evidir. Baxın, tam üstdə müasir stildə tikilib. Arxa tərəfində helikopter yeri də var. Sonra qarşı tərəfdə
burada beqanvil çiçəkləri olan yerdə Yıldırım Demirören, o da Beşiktaşın eski prezidentidir. Onun evi var və bir çox məşhurların evləri var, amma ən tanınmışları, ən zənginləri bunlardır. Ərazidə evlərin yarısı tapılıdır, yarısı tapısızdır. Bura ümumiyyətcə antik yerdir, UNESCO'nun koruması altında olan yerdir. Burada ekstra nəsə tikmək, yapmaq, yəni görünüşü dəyişmək olmaz. Buranın yaşı eramızdan əvvələ 2000 il, 3000 il əvvələ gedir çıxır. O belə bir yerdən gedir söhbət. Doğrudan da mən neçə vaxtı bura gəlmək istəyirdim. Düzdür, yayda daha gözəldir, amma qışda da sakit, rahat gəzib buralara baxacağıq. Arxa tərəf köylər də üç ağız adlanır. Nəyə görə? Çünki buradan Ali abi mənə göstərdi ki, 1, 2, 3. 3 dənə çıxışı var. 3 çıxışı, 3 girişi var bu ərazilərin. Həmçinin də qarşı tərəfdə. Baxın, orada da 3 görsənmir, amma 3 çıxış, 3 giriş də orada var. Ona görə 3 ağız adlanır. Bu böyük yer isə adadır. Kekova adası, ora Kekova adası adlanır. Bu ərazilər də ümumiyyətcə birinci videoda da demişdim, Kekova adlanır. Kekova Kaliköy. Deməli, Antalya Dəmrə ilçəsi Kaliköy antik şəhər və ya əski adı ilə Simena antik şəhəri. Bəli, Antalyadan hardasa maşınla 2 saat yarıma, 3 saata buraya gələ bilərsiniz. Yavaş-yavaş daxil oluram gəldiyim yolla şəhərə. Mən bura dediyim kimi yuxarıdan gəlmişəm, Likya yolu adlanır. Yol boyu çoxlu lahitlər var idi. Lahit, yəni məzarlar. Daş yollardır. Fiziki cəhətdən yaxşı olmalısınız ki, rahat bu yolları gələ biləsiniz. Orada suyun içində kral məzarı var. Onu yaxınlaşdırıb sizə göstərmək istəyirəm. İndi birazdan gedəcəm. Baxın, bu kral məzarıdır. Kral Lahit də deyilir. Kral məzarı suyun içindədir. Yol boyu bu məzarlardan çox var idi. Qısa videolarda paylaşmışam. Baxarsınız. Mütləq nə vaxtsa Antalya tərəfə gəlsəz, turistik proqramınıza buranı da daxil eləyin. Amma mən gəldiyim yollarla gəlməyin, maşınla gəlməyin. Maşınla yəni gəlin Üç Ağız məhəlləsinə, oradan gəmilər vasitəsilə bura gəlin. Çox daha rahat olacaq. Belə əziz dostlar, Vahmi Rahmi Koçun bir müsahibəsinə baxmışdım. Deməli, bütün dünya turunu yekunlaşdırmışdı. Dünya turu haqqında kitab yazmışdı və ona sual veriləndə ki, bütün dünyanı gəzən bir adam kimi insanların haranı gəzib görməsini məsləhət görərdiniz. O da tez düşünmədən dedi ki, Kekova Kaliköy. Baxın, tam yuxarıda onun gözəl evi var. Orada mənzərə doğrudan da göz oxşayandır. Çünki mən bu qaladan ilk videoma baxa bilərsiniz. Mənzərə dəhşətdir orada. Çox gözəldir. Belə hörmətli tamaşaçılar, baxın belə dar yolla, sağım solum su, tərtəmiz göz yaşı kimi duru su. Və belə katerlər var burada. Gedirəm daxil olmağa, Kaliköy'ə və tək tənha buraları gəzib sizə göstərəcəm. Yayda doğrudan da burada fərqli atmosfer olur. Bu arada Ali abidən yayda qiymətləri soruşdum. Dedi qiymətlər çox yüksək olur. Bir günü dedi insanlara ortalama 15-20 min liraya başa gəlir. O da aylardan asılı olaraq, yəni ən yüksək qiyməti dedi. Yəqin ki, iyul-avqust ayı olar bu qiymətlərə. Dedi, səhər kahvaltı daxildir, amma günorta axşam yemək də yesələr, əlbəttə ki, dedi, rahat 15-20 min lirə gəlib çıxacaq. Baxın, mən videomu orada başlamışdım. Belə əziz dostlar, 2-3 min illik tarixi Simena kəndi, Kaliköy indiki adıyla getdik. Yavaş-yavaş bu tarixi küçələrdən keçib baxacağıq.
eski evlər, uyğarlıqlar, mədəniyyətlər qorunub saxlanılıb və bura hər il axın-axın insanlar gəlir. Allah bizə də gəlməyi qismət elədi. Çoxdan da arzuluyurdum, hamıya qismət olsun. Burada Likya restoran, kafe. Bura ilk dəfədir girirəm, bilmirəm yol var buradan yoxsa yox. Baxaq. Olmasa geri qayıdarıq. Bura restoran ərazisidir. Və qayıdırıq yuxarıya qalxmağa. Mən də ilk dəfədir gedirəm sizinlə eyni yolu. Və istəyirəm ki, eyni vaxtda baxaq buralara. Orada da neşeli kafe, ice cream var. Buranın deyəsən çox dadlı dondurması var. Keçi südündən hazırlanan dondurma. Onu da yeməyi məsləhət görürlər. Demişdim ki, bax qabağıma çıxdı. Burada da dondurma verilir. Və belə taxtalı taxta evlər, eski evlərdən keçə-keçə Kaliköyün içi ilə gəzirik. Kafe Roma. Gözəl hisslər yaşayırıq. Burada yenə də bir kafenin içine daxil olduq. Hasan Roma adlanır. Abla merhaba, nasılsınız? Kolay gelsin. Siz buranın sahibisiniz. Gelip giden yok galiba, kış azamaz. Güzel bir kafe var burada əziz dostlar. Yazın gelseniz gəlin mütləq bu kafeye. Baxın necə gözəl mənzərəsi var. Müxtəlif ölkələrin bayraqları asılıb burada. Burada oturma yerləri birbaşa sahilə çıxır. Hətta burada şezlonglar da var. Bu hissədə baxın gözəl suya giriş var. Birbaşa buradan suya girmək mümkündür. Tam Roma kafenin önündə. Hasan's Roma. Və davam edirik. Rent Kano Kayak. Castelkare Rockton mezarı. Suyun içində məzara doğru gedən yoldur bura. Simena restoranı. Yəqin ki buradan gedəcək. Əziz dostlar, videolarımızı izlədiyiniz, bəyəndiyiniz üçün təşəkkürlər. Abunə sayımız 13 minə yaxınlaşır. Dəstəyiniz üçün çox sağ olun. Mən də gözəl yerləri sizinlə bərabər çəkərək göstərirəm. Dar yollar, daş əyri üyrü yollardır hamısı. 3000 illik, 4000 illik tarix var burada. Mənzərəyə baxın. Yəqin ki adam çox olanda burada hərəkət də çətin olar. Yollar 1-2 nəfərli idi ən çoxu. Begonviller burada var. Aha, geldik çıxdıq suyun içindeki məzarın tam önüne. Baxın, bu suyun içinde olan məzardır. Çox sakit, rahat, huzurlu yerdir.
Yəni burada qalsa insanın beyni bir həftə qalsan demək olar ki uzun illərin yorğunluğu çıxar, stresi çıxar. Çox gözəldir. Biraz da gedək baxaq orada nə var, sonra qayıdarıq. Buranı daha maraqlı görmək istəsəniz yayda gəlin. Düzdür, qiymətlər yüksək olacaq, amma çox gözəl təəssüratlar sizi gözləyir. Gəldim, çıxdım Kaliköyün sonuna, qayalıqların yanına. Bunlar kano, bunlara deyirlər, suyun üstündə kanolarla hərəkət edirlər. Belə əziz dostlar, yavaş-yavaş istəyirəm videomu yekunlaşdırım. Artıq qarşıya getməyin mənası yoxdur. Oralar biraz təhlükəli, artıq böyük qayalıqlardır. Bura qədər gəldik, göstərdik. Yuxarı da eyni qaydada qalxırsan. İndi mən qalxacam yuxarıya, oradan təzədən enib maşına doğru gedəcəm. Yenə deyirəm, iki yol var. Biri aşağıda gəlirsiniz, maşını saxlayıb Likya yolu ilə 1-2 kilometr çətin yolla yuxarı qalxırsınız. Bunu mən elədim. Bir də gəlirsiniz Üçağız qəsəbəsinə, arxadadır və təknələr vasitəsilə gəlirsiniz bura. Qışda gəlməyin mənim kimi bir mənası yoxdur. Mən həm sakit xoşlayıram, həm video çəkirəm rahat. Ona görə qışda gəldim. Siz gəlsiniz yayda gəlin. Ab-hava təmiz, fərqli olacaq. Həm də unutdum deməyi, Kaleköy nə vaxtsa dünyanın ən gözəl köylərindən seçilib. İli tam xatırlamıram. Onu da bu arada unutmadan demiş oldum. Türkiyənin və dünyanın yenə də 2-3 ən gözəl köylərindən biridir Kaleköy. Və bu statistikadır, mən demirəm. Onu statistika deyir. Belə əziz dostlar, bununla da videomu yekunlaşdırıram. Gələn videolarda görüşənədək sağ olun, var olun.